Aha yoldaşlar, biz ədəbiyyat mövzusunu, ədəbiyyat fənnini keçəndə birinci bölmədən başlayaraq, o birisi Fatimə birazdan gələcək. Daha doğrusu dedi, yoldayam, Bakıya gedir. Ekran qayda edəcəyik. Deməli, biz ilk dərsimizdə də demişdik ki, ədəbiyyat müəyyən dövrlərdən təşkil olunmuşdur. İlk dövrü artıq yekunlaşdırdıq, hansı ki, həmin dövr qədim dövr adlanırdı. Qədim dövrü artıq yekunlaşdırdıq. Növbəti dövr isə orta dövr Azərbaycan ədəbiyyatıdır. Orta dövr Azərbaycan ədəbiyyatı. Hər dövrün müəyyən tarixi hissəsi var ki, həmin dövrdən, yəni həmin tarixi dövrdən qeyd olunan dövrlərə qədər belə sürmüşdür. Qədim dövr Azərbaycan ədəbiyyatının yaranma vaxtı məlum deyil. Daha doğrusu deyirik ki, ta qədim zamanlardan və yaxud da ən qədim zamanlardan İnternet qırılır. dedik ki, qədim dövr Azərbaycan ədəbiyyatı ta qədim zamanlardan yaranmış və 13-cü əsrə qədər davam edən bir dövrü əhatə etmişdir. Orta dövr Azərbaycan ədəbiyyatı isə 13-cü əsrdən 16-17-ci əsrlərə qədər olan bir dövrü əhatə edən ədəbiyyat dövrüdür, mərhələmizdir. Qədim dövrün əsas xarakteristik özəlliklərini sayanda dedik ki, bu dövrdə ilk rübai bu dövrdə yazılmışdır. Daha sonra rübailəri ilə məşhurlaşan sənətkar bu dövrdə yaşamışdır. Azərbaycan ədəbiyyatında ilk poema bu dövrdə yazılmışdır. Töhfətül İraqeyn poeması, deməli, Əfsələddin Xəqani, yəni Xəqani Şirvani yazmışdır. Bu əsərin sujet xətti yoxdur dedik. Mədain xərabələri qəsidəsi haqqında danışdıq və Nizami Gəncəvi yaradıcılığı haqqında danışdıq. Nizami Gəncəvi yaradıcılığından olan İskəndərnamə poeması və onun qəhrəmanı olan İskəndər haqqında danışdıq və onun digər əsərləri haqqında danışdıq. Orta dövr Azərbaycan ədəbiyyatında isə və həmçinin dedik ki, qədim dövrdə dil əvvəlcə ərəb dili olmuşdur, sonradan fars dilinə çevrilmişdir. Din də əvvəl atəşpərəstlik dini olmuşdur, sonradan İslam dininə keçirilmişdir. Orta dövrdə isə bu proses biraz fərqli inkişaf etmişdir. Aha, biz demişdik ki, qədim dövr Azərbaycan ədəbiyyatında dil ərəb, müəyyən mərhələdə ərəb, yəni desək 11-ci əsrə qədər belə deyək, 11-ci əsrə qədər ərəb, 11-ci 12-ci əsrlərdə isə fars dili olmuşdur. Baxmayaraq ki, fars dili ərəb dilindən çox-çox sonra yaradılıb, amma qısa müddətdə fars dili ərəb dilini həm dövlət işlərində, həm də poeziyada, yəni ədəbiyyatda üstələnmişdir. Orta dövrdə isə bir qədər bu hadisələr biraz fərqli yöndə inkişaf etmişdir. Orta dövr Azərbaycan ədəbiyyatında əsas dil ana dili olmuşdur. Ana dili olmuşdur. Təbii ki, əsas dil ana dilində olmasına baxmayaraq, bu dövrdə də fars dilində, ərəb dilində yazan sənətkarlar var idi. Çünki onlar da dövrün aktual dillərindən biri idi və bu mərhələdən əvvəlki mərhələdə mövcud olan dil məhz ərəb və fars dilləri idi. Onların da davamçıları bu dövrdə təbii ki, mövcud idi. Amma yenə də deyirəm, ən aparıcı dil həm dövlət işlərində, həm də ədəbiyyatımızda ana dili olmuşdur. Deyə bilərsiniz ki, müəllim, nəyə görə? Ana dili durduğu yerə niyə inkişaf etsin ki? Ümumiyyətlə, niyə yaransın, niyə inkişaf etsin ki? Bu dövr orta dövr Azərbaycan ədəbiyyatı tarixi dövrünə nəzər salsaq, baxın, 13-cü əsrdən, yəni 1200-cü illərdən 17-ci əsrə qədər, yəni 1600-cü illərə qədər davam etmiş bir ədəbi mərhələdir. Və bu illər aralığında Azərbaycan ərazisində bir sıra müstəqil dövlətlər yaranmışdır. Hansı ki, həmin müstəqil dövlətlər türk əsilli hökmdarlar tərəfindən idarə olunmuş və qanunnamələrin filan əsası da məhz bu dövrdə
ana dilində qoyulmuşdur. Məhz türk dövlətlərinin yaranması nəticəsində, ana dili inkişaf etmişdir. Məsələn, bu dövrdə ilk olaraq yaranmışdır xronoloji ardıcıllıqla desək, Qaraqoyunlu dövləti yaranmışdır. Daha sonra yaranmışdır Ağqoyunlu dövləti və ən son yaranmışdır Səfəvi dövləti. Bu dövlətlərin hər biri, həm Qaraqoyunlu dövləti, həm Ağqoyunlu dövləti, həm də Səfəvi dövlətinin əsas daxili və xarici siyasətinin mahiyyətini təşkil edirdi, ana dilinin inkişafı, ana dilinə yüksək dəyərin verilməsi. Hər biri, xüsusən də Səfəviyyə nəslinin nümayəndələrindən olan Şah İsmayıl Xətai verdiyi qayda və qanunnamələrində qeyd etmişdi ki, ölkə ərazisində olan bütün işlər, istər dövlət işi olsun, istər dövlət işi olmasın, fərqi yoxdur. Bütün işlər, proseslər ana dilində olmalıdır. İstər saray daxilində olan hadisələr olsun, proseslər olsun, istər saraydan xaricdə olan proseslər olsun. Hər biri mütləqdir ki, ana dilində olmalı idi. Bütün sənədləşmə işləri ana dilində olmalı idi. Bütün müəssisələr ana dilini əsas götürməli idi. Aydın oldu, yadınızdan çıxartmayın. Bu fikrin təsdiq olunmasına baxmayaraq, sənədlərdə filan təsdiq olunmasına baxmayaraq, yenə də fars dilində yazan sənətkarlar var idi. Fars dilinin istifadəsi hələ də mövcud idi bu dövrdə. Yadınızdan çıxartmayın. Bundan əlavə, həmçinin bayaq qeyd etmək yadımdan çıxdı, qədim dövrdə ana dilinin mövcudluğu olubmu? Qədim dövrdə ana dilinin mövcud olduğunu hansı faktla əsaslandıra bilərik? Aha, Mənim dastan da. hansı dastan? Qızım. Kitabda da qoşulubda ana dilində Aferin. Hər ikinizə maladet. Hər ikinizə bəli. Baxmayaraq ki, qədim dövrdə dil ərəb və fars dili idi. Ancaq buna baxmayaraq, qədim dövrün nümunəsi olan Kitabi-Dədə Qorqud dastanının varlığı, mövcudluğu qədim dövrdə də ana dilinin varlığının olduğunu göstərirdi. Ancaq bu təsdiqini tapmamışdı. Nə zaman təsdiqini tapdı? Orta dövrdə. Yadınızdan çıxartmayın. Orta dövrdə ilk dəfə ana dilində, baxın yazıram. Ana dilində lirik nümunə. İlk ana dilində olan lirik nümunə. Bax, gör nə deyirəm. Bax, qəsdən burada yazmadım ki, o sizin dediyiniz ilk ana dilində olan epik nümunə. Ay, sağ ol. Epik nümunədir. Dilimizdə həm lirik nümunə, daha doğrusu ədəbiyyatımızda həm lirik nümunə var ana dilində, həm də epik nümunə var. Ana dilində olan lirik nümunənin banisi, yəni ilk lirik nümunəni yazan şəxs İzzəddin Həsənoğlu olmuşdur. Apardı könlümü. Ay, sağ ol. Apardı könlümü bir xoş qəmər canfəza dilbər, nə dilbər, dilbər şahid, nə şahid, şahid sərvər. Bu kimi bu qəzəlində, yəni könlümü qəzəlində qəzəli ilə, lirik nümunə ilə ana dilində olan yaradıcılığın əsasını qoymuşdur. Epik əsərdə isə sizin dediyinizdir, bəli, ana dilində olan ilk epik nümunə Dastani Əhməd Həramidir, bəli. Dastani Əhməd Hərami. Dastani Əhməd Hərami, gəlin indi bunun haqqında danışaq, lövhəni sileyim. Müəllim, keçən dəfə siz mənə bunu başa salmışdınız. Deyəsən məndən başqa heç kəs qoşulmamışdı. Elə ona görə ki, qoy bunu təzədən, həm də onun ekran kaydını etməmişdim. Planşetdə problem var idi. Düzəltmişəm. Təkrar edeyim. Həm də yoldaşlar qulaq assın. Dastani Əhməd Hərami olmuşdur. Dastani Əhməd Hərami ilə, yəni bu əsərlə Azərbaycan ədəbiyyatında ilk epik növdə yazılan
poemanın əsası qoyulmuşdur. Epik poemanın. İlk lirik əsər İzzəddin Həsənoğluya aid oldu. İlk epik əsər isə Dastani Əhməd Haramidir. Dastani Əhməd Haraminin müəllifi məlum deyil. Bax, yazıram bura. Bir dəqiqə. Aha. Müəllifi məlum deyil. Baxın, bu fikirdən yola 13-cü çıxaraq. əsrə aiddir, hə, müəllim? Aycan? 13-cü əsrə aiddir, hə, Dastan Altı. Əhməd Harami? Bəli, bəli. 13-cü əsrə aid ədəbiyyat nümunəmizdir. Burada yazılıb ki, qeyd etdik ki, müəllifi məlum deyil. Bəzən şagirdlər və bir sıra test nümunələri bu fikri əsas tutaraq çaşdırmaq üçün qeyd edirlər ki, Dastani Əhməd Hərami poeması müəllifsiz ədəbiyyat nümunəsidir. Müəllifi məlum deyil fikri ilə yoldaşlar. Müəllifsiz ədəbiyyat nümunəsidir fikri eyni deyil. Müəllifsiz ədəbiyyat nümunəsi o deməkdir ki, güya bu şifahi xalq ədəbiyyatının janrıdır. Amma biz hal-hazırda şifahi xalq ədəbiyyatı janrı keçmirik ki, biz artıq yazılı ədəbiyyatın janrını keçirik. Deməli, müəllifsiz ədəbiyyat nümunəsidir fikri Dastani Əhməd Həramiyə aid deyil. Bəs müəllifi məlum deyil fikri isə Dastani Əhməd Həramiyə aiddir. Yəni bunu yazan şəxs var. Dastani Əhməd Hərami poemasını yazan şəxs var. Sadəcə tədqiqatlar nəticəsində bunun axtarışı natamam qalıb və belə deyək də və yaxud da axtarışlar effektiv nəticə verməyib. İndi hər hansı bir səhifəsi cırılıbmı və yaxud da itib batıbmı? Yəni çox şey olub. Yəni qısacası bunun müəllifi var, amma kimdir bilinmir. Dastani Əhməd Hərami 13-cü əsrin ədəbi nümunəsidir. Bu əsərdə hadisələr iki qütbə ayrılır. Xeyr qütbünü təmsil edənlər və şər qütbünü təmsil edənlər. Xeyr qütbünü təmsil edənlər Bağdad Sultanının qızı Güləndam olur. Güləndam olur. Bağdad Sultanının qızı tez-tez düşür ki, İstanbul Sultanının qızıdır. Bu fikir yanlışdır. Şər qütbü təmsil edənlər isə Əhməd olur. Quldur Əhməd. Əhməd olur. Əhmədin əsl işi quldurluq etməkdir. Quldur Əhməd olur. O öləndə də hamı bayram eləyir, sevinir. Bəli, Əhməd o qədər qəddar olur ki, yəni xalqı çapıb talayırmış. Gördüyü karvanı heç aman göstərmədən, yazığı gəlmədən onların əlində nə var, nə yox, bütün varını yoxunu çapıb talayırmış ki, aparırmış dağlara. Güləndamın İnsanlar onu yemək üçün dua edib. bəli, insanlar onun ölümü üçün bəli dua edirdilər. Güləndamın səyi nəticəsində Əhməd həqiqətən də öldürülür və Əhmədin ölümü öz əməllərinin belə deyək də qarşılığını almaq kimi qiymətləndirilir. Biz bunu İskəndərnamə poemasında Pələngər obrazında da görmüşdük. O qədər qəddar idi ki, sonunda İskəndərin əli ilə öldürülməsinə baxmayaraq yazıçı onu öz günahlarının qurbanı oldu deyə təqdim eləyir. Burada da Əhməd o qədər qəddarlıq etmişdi ki, öz günahlarının qurbanı oldu. Əgər o qəddar olmasaydı, Güləndam onu öldürməzdi. Aydın oldu və yaxud da qəddar olmasaydı, xalq onun ölümünə sevilməzdi. Belə. Bu əsərdə onu da yadda saxlayın ki, müəyyən dini ifadələr öz əksini tapmışdır. Çox az da olsa öz əksini tapmışdır. Bundan əlavə Bundan əlavə 13-cü əsrin digər nümunəsi isə Qissə-i Yusif əsəridir. Qissə-i Yusif əsəridir. Qissə-i Yusif. Qissə-i Yusif əsəri də həmçinin yadda saxlayın ki, bayaq demək yadımdan çıxdı. Dastani Əhməd Hərami 6 məclisdən təşkil olunmuş lirik əsərdir. Sujet xətti var. Yadınızdan çıxartmayın. Yəni sujet xətti o deməkdir ki, yəni orada hadisələr var. Müəyyən bir hadisələr enən və yüksələn və enən xətlə inkişaf edir. Qissə-i Yusif əsəri də 13-cü əsrin əsrə məxsus olan poemadır. Qissə-i Yusif poeması ilə
Dastani Əhməd Hərami poemasının müəyyən fərqləri var. Ortaq cəhətləri var və hər ikisində müəyyən dini epizodlar öz əksini tapmışdır. Fərqli cəhət də odur ki, Dastani Əhməd Həraminin müəllifi məlum deyil, onu yazan şəxs məlum deyil, amma Qissə Yusif əsərinin müəllifi məlumdur. Kimdir? Qul Əli. Qul Əlinin Qissə Yusif əsəridir. Digər bir ortaq cəhət də odur ki, Dastani Əhməd Hərami də ana dilində yazılıb, Qissə Yusif əsəri də ana dilində yazılmışdır. Hər ikisi ana dilində yazılan əsərdir. Ortaq xüsusiyyət budur. Digər ortaq xüsusiyyət də hər ikisində dini epizodlar öz əksini tapmışdır. Fərqli cəhət də oldu ki, birinin müəllifi var, digərinin isə müəllifi yoxdur. 14-cü əsr ədəbiyyatı haqqında danışaq gəlin. Təbii ki, artıq dövr irəlilədikcə ana dilinə olan maraq, ana dilinə olan etiqad, ana dilinə olan şəfqət hissi daha da çoxalmağa başlayırdı. Biz bunları 14-cü əsrdə daha qabarıq şəkildə görürük. Burada deməli Suli Fəqih və Mustafa Zərir. Yusif və Züleyxa. Aferin, bəli, malacağız. Suli Fəqih və Mustafa Zərir müəllifləri, şairlər, sənətkarları Yusif və Züleyxa əsərlərini yazdılar. Yusif və Züleyxa əsərləri. Bəzi deməli şagirdlər elə bilir ki, burada bir dənə Yusif Züleyxanı Suli Fəqihlə Mustafa Zərir ikisi eyni əsəri yazıblar. Xeyr, bu da eyni adda əsər yazıb, Mustafa Zərir də eyni adda əsər yazmışdır. Yəni əsərləri fərqlidir. Fərqli olmalarına baxmayaraq bu əsərlərin bir sıra ortaq xüsusiyyətləri var. Venn diaqramı çəkək. Bunların ortaq xüsusiyyətlərini yazaq. Nədir ortaq xüsusiyyətləri? Birinci ortaq xüsusiyyəti ondan ibarətdir ki, bu əsərlər deməli ana dilində yazılmışdır. Buradan yazıram. Ana dilində yazılmışdır. İlk ortaq xüsusiyyətləri. Eyni əsrdə yazılıblar, ola bilər. Bəli, eyni əsrdə yazılmışdır. Daha sonra eyni mövzuda yazılmışdır. Hər ikisi dini mövzuda yazılmışdır. Yusif Peyğəmbər və Züleyxanın həyatından götürülmüşdür. Eyni mövzu. Və eyni zamanda hər ikisi mənzum şəkildə yazılmışdır. Yəni nəzm şəklində yazılmışdır. Yəni şeir şəklində yazılmışdır. Aydın oldu. Ortaq xüsusiyyət kimi bunları verəcəyik. Ana dilində yazılmışdır. Eyni əsrdə yazılmışdır. Yəni 14-cü əsrdə. Eyni mövzuda yazılmışdır. Yəni dini mövzuda Yusif Peyğəmbər və Züleyxanın eşqi barəsində yazılmışdır. Və nəzm şəklində yazılmış poemadır. Yəni İskəndərnamə kimi şeirlər şəklində yazılmış poemadır. Yadınızdan çıxartmayın. Bundan əlavə bu dövrdə, yəni orta dövrdə bir sıra əsərlər var ki, bir sıra sənətkarlar var ki, həmin sənətkarlar haqqında o qədər dərin məlumat olmasa da, onların yaradıcılığı da Azərbaycan ədəbiyyatına bir ilkə imza atmaq kimi bir şey idi. İndi diqqətlə qulaq asın. Biz qədim dövr Azərbaycan ədəbiyyatını keçəndə dedik ki, qədim Azərbaycan ədəbiyyatına ilk rübaini yazan kimdir? İlk rübaini yazan? Qətran Təbrizi. Ay, sağ ol. İlk rübaini yazan Qətran Təbrizidir. Ustadı da Məsəti Gəncəvi isə popülyar olub. Bəli, Rübai ustad. bəli. Rübai ustadı kim olub bəs? Rübailəri ilə məşhurlaşan. Məsəti Gəncəvi. Məsəti Gəncəvi. Maddə Məhsəti Gəncəvi olmuşdur. Məhsəti Gəncəvi olmuşdur. Yaxşı, üçüncü hissədə gəlir ki, ilk ana dilində yazıram. Ana dilində
ana dilində ilk rübai. Ana dilində ilk rübaini də yoldaşlar Qazi Bürhanəddin yazmışdır. Qazi Bürhanəddin. Deməli, rübai haqqında 3 fikir qeyd etdik. Dedik ki, bir dedik, ilk rübaimiz kimdir? Qətran Təbrizi yazmışdır 11-ci əsrdə. Rübai ustadı kim olmuşdur? Məhsəti Gəncəvi olmuşdur 12-ci əsrdə. Ana dilində ilk rübaini kim yazmışdır? Üzr istəyirəm, Qazi Bürhanəddin yazmışdır 14-cü əsrdə. Deməli, xronoloji ardıcıllıqla oldu 1-ci 11-ci əsr, ikinci oldu 12-ci əsr, üçüncü oldu 14-cü əsr. Bundan əlavə, Qətran Təbrizinin yaradıcılığında yenə də bir ilk var. Hansı ki, həmin ilk nədir Fatimə? Qətran Qətran Təbrizi. Təbrizi yox, Qazi Bürhanəddin. Bir ilk. Tuyuq Ay, janrı. Malaziz, afərin savadlı qız. İlk tuyuq janrı da Türk poeziyasının ilk nümunələrindən biri olan tuyuq janrının ilk nümunəsini də məhz yazıram bura. Tuyuq bərabərdir Qazi. Tuyuq janrını ilk dəfə Azərbaycan ədəbiyyatında istifadə etmişdir. Türk ədəbiyyatında istifadə etmişdir. Yaratmışdır, yaradıcısıdır, belə deyək. Qazi Bürhanəddin, tuyuq nədir? Tuyuq bir nəvi bayatıya bənzəyir. Bir bənddən ibarət olur, 4 misradan ibarət olur. A, A, B, A şəklində qafiyələnən şeir şəklidir. Özünü əşşeyx bilən sərdarb olur, ənəlhəq dəvi qılan bərdar olur. Bu formada gedir. Bəs fərqi nədir müəllim? Fərqi odur ki, biri deməli dilləri müxtəlif ola bildiyi halda digəri deməli türk dilində, türk ədəbiyyatının nümunəsidir. Digər bir cəhət bu birinci cəhətdir. Digər bir cəhət də odur ki, biri yazılı ədəbiyyatın nümunəsidir, digəri şifahi ədəbiyyatın nümunəsidir. Ən dəqiq versiya budur. Qafiyə quruluşları da bayatı ilə Venn diaqramı çəkək. Buraya yazaq bayatı. İstəyirdim ki, yəni yazılıb məsələn biz necə fərqləndirək ki, bu 4 misradan ibarət olan bayatıdır yoxsa tuyuq? Qulaq as. Ümumiyyətlə belə bir şey düşməz. Sadəcə ortaq xüsusiyyət kimi, fərqləndirici xüsusiyyət kimi sadəcə onu qeyd edə bilərsiniz ki, biri yazılı ədəbiyyat nümunəsi, biri şifahi xalq ədəbiyyat nümunəsidir. Çünki bunların forma cəhətlərinin hamısı bir-birinə oxşuyur. 4 misradan ibarətdir. Məsələn, qoy bir dənə baxaq. Özünü əşşeyx bilən... Aha, birinci misrada olan hecaların sayı fərqlidir. Bayatıda birinci misra 7 hecadan ibarət olmalıdır, amma tuyuqda o fərqlənə bilər. Məsələn, kitabda da var, deyir, özünü əşşeyx bilən sərdarb olur. Gəlin hecaları sayaq. Özünü əşşeyx bilən sərdarb olur. Nə qədər oldu? 11. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Hecalanmasında artıq fərq oldu. Bu 11-dir. Deməli, forma xüsusiyyətləri misra formasında ortaq ola bildiyi halda, heca forması, yəni misra daxilində olan hecaların formasında fərq oldu. Tuyuqla bayatının bir fərqi də budur. Digər bir fərqi də amma qafiyələnməsi eynidir. A, B-A şəklində qafiyələnir. Aydın oldu. Bəli. Bu biri də şifahi xalq ədəbiyyatının nümunəsidir, bayatı. Digəri isə yazılı ədəbiyyatın nümunəsidir. Hay Allah. Nəsim haqqında biraz danışaq. Nəsimin yaradıcılığı yazaq. Nəsimi yaradıcılığı. Nəsimi həyatı əfsanələrlə dolu olan bir ədəbiyyatçımız olmuşdur. Demək olar ki, onun yaradıcılığında o qədər əfsanələr var ki, həyatı haqqında da, yaradıcılığı haqqında da, fikirləri haqqında da, dünya görüşü haqqında da və ən nəhayəti Nəsiminin ölümü haqqında əfsanə və rəvayətlər olduğu qədər çoxdur.
İmadəddin Nəsimi 1367-ci ildə anadan olmuş, 1487-ci ildə, yox, 87 nə idi? 1417-ci ildə dünyadan keçmişdir. Yadda saxlayın ki, İmadəddin Nəsimi təriqət etibarilə, yəni öz düşüncələrini iki təriqətdə ifadə etməyə çalışmışdır. İlk olaraq İmadəddin Nəsim, həmçinin yadda saxlayın ki, İmadəddin Nəsiminin əsl adı Əli idi. Əsl adı Əli idi. Seyid Peyğəmbər nəslindən olduğu qeyd olunur. Azərbaycanın Şamaxı şəhərində güya dünyaya gəlib. Nəsimi iki deməli təriqəti seçib. Birinci, sufi təriqəti, sufilik edib. İkinci isə hürufilik etmişdir. Hürufilik etmişdir. Yaradıcılığının ilk illərində Nəsimi sufiliyə meyl etmişdir. Sadəcə sufiliyin bəzi qayda və qanunları Nəsiminin xoşuna gəlməmiş və o artıq öz düşüncəsini dəyişmək istəyirdi. Ona görə də hürufi yaradıcılığını seçdi, hürufi istiqamətini seçdi və bu minvalla hərəkət eləməyə başladı. Sufi demək olar ki, Nəiminin də təsiri ilə. bəli. Şairin demək olar ki, sufi yaradıcılığının nümunələri günümüzə qədər tam gəlib çatmamışdır. Amma hürufi yaradıcılığının nümunələri günümüzə qədər gəlib çatmışdır. Sufilərlə hürufilərin görüşləri tamam fərqli idi. Bunu bir nəvi belə izah edə bilərik ki, sufilər qeyd edir ki, əgər bir insan səhv edibsə, onu cəzalandırmaq lazımdır ki, o ikinci dəfə o səhvi etməsin. Sufilərin əsas tərəfdar qıldığı düşüncə bu idi. Hürufilər isə deyirdi, insanların hamısı bərabərdir və səhv etmək onların türklər demiş ən doğal haqqıdır, ən təbii haqqıdır. Onu insan kimi başa salmaq lazımdır ki, bu əməllərindən çəkinsinlər. Durub onu heyvan kimi döymək falan filan və bu kimi əməllərə əl atmaq düzgün fikir deyildir. Hürufilərin əsas ideyası bu idi. Nəsimi də hürufiliklə artıq tanış olduqdan sonra həqiqətən də onun qayda qanunlarını, yəni hürufilərin qayda qanunlarının sufilərə nisbətən daha çox olduğunu və daha çox özünə yaxın olduğunu bildi və hürufiliyi seçdi. Bundan əlavə Nəsiminin sufi təriqətindən imtina edib hürufiliyi seçməsində digər bir səbəb də olmuşdur ki, onun müəllimi Fəzlullah Nəimi olmuşdur. Nəimi ilə tanışlığı. Deməli, Nəimi ilə tanış olduqdan sonra İmadəddin Nəsimi, ona qədər bunun adı Əli idi və poeziyada da ona Əli deyə müraciət edirdilər. Fəzlullah Nəimi ilə tanış olduqdan sonra Nəimi ona hürufiliyin qayda və qanunlarını öyrətdi. Artıq Nəsimi Nəimidən hürufilərin qayda və qanunlarını öyrənəndən sonra çox xoşbəxt oldu. Çünki o illərdir ki, bu eşqin axtarışında idi, bu düşüncələrin axtarışında idi ki, özünü sufilikdə tapa bilmirdi. Sufiliyin qayda qanunları bayaq da dediyim kimi Nəsimiyə doğma gəlmirdi, aid gəlmirdi. Nəsimi özünü sufilikdə görmürdü. Fəzlullah Nəimi ilə tanış olur və hürufilik haqqında Nəimi ona danışandan sonra təriqətini dəyişir, hürufi olur. Və öz müəllimi olan Fəzlullah Nəiminin adına uyğun olaraq özünə Nəsimi təxəllüsünü götürür. Deməli, Nəsimi təxəllüsü necə yarandı? Onun müəllimi ilə tanış olandan sonra yarandı. Hürufi şeirləri, hürufiliyin təbliği ilə məşğul olan şeirləri, daha doğrusu hürufiliyin təbliğinə həsr olunduğu təriqət şeirləri bunlardır. Deməli, söz, sığmazam qəzəli, daim ənəl-həq söylərəm, həqdən cümənsur olmuşam misralı qəzəli, mərhaba insani kamil canımın cananəsi misralı qəzəli, mənəm mən rədifli qəzəli. Bunların hər birisi şairin hürufi təriqətinin əks olunduğu şeirlər silsiləsinə daxildir. Yadınızdan çıxartmayın.
Hürufiliklə bərabər, yəni təriqət şeirləri ilə bərabər şairin məhəbbət mövzusunda, real gözəlin tərənnümü mövzusunda, fəlsəfi və ictimai mövzularda da əsəri olmuşdur. Testdə düşsə ki, ancaq hürufilikdən yazıb, təriqətdən yazıb, bu fikir yanlışdır. Hürufi sözünün mənası nədir bəs? Hürufi sözünün mənası hərflərə aid olan deməkdir. Hüruf sözü hərf sözü ilə uzlaşılaraq götürülmüşdür. Hüruf sözü hərf sözü. Hürufilər qeyd edirdi ki, bura bir insan şəkli çəkməyə çalışacağam. Hürufilər qeyd edirdi ki, Allahın adı, yəni Allah adı yaza bilmədim burada. Yəni bu ad insanın üzündə yazılıb. Hürufilər bunu qeyd edirdilər. Bu formada deyir güya gəlir. Hürufilər deyirdi ki, Allahın adı, yəni Allah ismi insanın üzündə əks olunmuşdur. Və deyir, biz Allahdan yerə düşən, ayrılıb yerə düşən parçalarıq. Bizim hər birimizi Allah yaradıb. Ona görə də heç bir insan digər bir insana cəza verməməlidir, öldürməməlidir. İnsana insan kimi hörmət bəsləməlidir. İnsana insan kimi qayğı göstərmək lazımdır. Bilmədiyi bir şeyi səhv elədi, başa salmaq lazımdır. Onu döymək, söymək və digər işgəncələrə məruz qoymaq düzgün deyildir. Bunlar hürufilərin əsas düşüncələri idi. Bundan əlavə Nəsimi ümumiyyətlə hürufiliyi seçdiyi üçün ətrafına müridlər, yəni şagirdlər, şairlər toplayırdı və ətrafına topladığı şagirdlərin də hər birinə belə deyək, hürufilik haqqında məlumat verirdi. Həmin dövrdə olan hakim dairələr də bunu xoş qarşılamırdı. Yəni onlar istəmirdilər ki, hürufilik yayılsın və hürufilik təriqəti çoxalsın. Bunu istəmirdi həmin dövrdə yaşayan hakim dairələr. Ona görə də Nəsimini və digər hürufiliyi yayan şəxsləri təqib eləyir, ələ keçirdiklərini ələ keçirdib öldürürdülər xüsusi işgəncələrlə. Onların əlindən qaçanlar da qaçırdı başqa ölkələrə. Nəsimi də həmin təqiblərə məruz qalan sənətkarlardan biri olmuşdur. O Azərbaycanda hürufiliyi yaymış, daha sonra Azərbaycanda belə deyək, təqib olunduqdan sonra Türkiyəyə gedib, Türkiyədə də təqib olunduqdan sonra qaçıb gəlmişdi Suriyaya. Suriyaya gəldi. Burada da eyni şəkildə deməli hürufiliyi yaymaq üçün müəyyən başına şagirdlər topladı və yenə də öz prosesini davam elətdirirdi. Və yenə də Suriyanın hakim dairələri 1417-ci ildə şairi tutdular və onu Hələb şəhərində, Suriyanın Hələb şəhərində, hal-hazırda artıq Hələb şəhəri PKK terrorçuları tərəfindən məhv edilib və demək olar ki, orada yaşayış yoxdur. Həmin şəhərdə Nəsimini edam elətdirdilər və Nəsimi orada öldü. Belə, Nəsimi yaradıcılığını da götürürsünüz evə, Nəsiminin Sığmazam qəzəlini də götürürsünüz evə. Yəni Nəsimini opşib götürürsünüz, bir də orta dövr Azərbaycan ədəbiyyatını öyrənməyə götürürsünüz. Sular sellər kimi. Eşitdiniz qızlar? Bəli, müəllim. Mənim söz